Salam dostlar, videonun başlığını yenidən sonra çəkirəm, ona görə də üzüm gülür. Bir şey təsəvvür edin ki, Ağşəhərdə Asiya mətbəxi özü də bir şef tərəfindən açılıb işlədilir. Necə olmalıdır? Sizlərə də göstərək. Asiya mətbəxini sevənlər mütləq gəlməlidir bura. Ağşəhərdə yerləşdiyinə baxmayın, qiymətləri çox münasibdir. Münasib demişkən, ümumi zaldan aşağıda sakit və xudmani kabinetlər də mövcuddur. Mən zalda əyləşdim. Deməli, sifarişlərimdən fobo şorbası idi, özlərinin hazırladığı kimchi, sushi idi, hansı ki nigiri set deyirlər, yəni əsl sushi, burrito mix, wasabi və premium zəncəfil yanında və egg noodle. İlk olaraq egg noodle'ın dadına baxıram, yeməyimdən də dadını hiss etmək olar. Fobo şorbası 10 saata bişən şorbadır. Limonla yeyilir, ərişdəsin belə şef kəsir. Bunun da dadı əla idi və ən çox bəyəndiklərimdən fried rice idi. Dadı doğrudan da mükəmməldir, həqiqətən. Hə, bax bu içki də Taylanddan gəlir. Bu onigirilərin tərkibi isə qızıl balıq, tuna, krevetka və krab idi. Ən bəyəndiklərimdən olan burrito mix xırtıltısı və mükəmməl ləzzəti ilə ağız dadımı dəyişdi. Üzərinə vurulan sos isə çox yaraşmışdı. Sushilərə keçək. O sushilər ki, üzərində olan balıqların təzəliyinə yalnız yeyəndən sonra qiymət verə bilərsən. Kimçinin də acılığı hamısı öz yerində idi. Çay da verdilər bizə moti ilə bir yerdə. Motilər də həqiqətən də ağız dadıma uydu. Çox ləzzətli idi. Səhifəni aşağıda qeyd edəcəm dostlar. Hələlik. Kim sarıcıdan?